Dedi xilafət istəmir, onda məcbursan və ilə vilayəti qəbul etməyə. İmam Rıza Aleyhisselam da əgərsə deyə o bir dünyəvi hakimləşmə olsa, deyər elə oturan kimi əmr edir, məmunun boynunu vurun, qoyusuz getsin ölərəm. İmam bilir ki, bu hökumət davam eləməyəcək. Hökumət strukturunun davam eləməsi üçün onda həm bəşəri, həm iqtisadi, həm ictimai zəminələr olmalıdır ki, hökumət neynəsin, idarə olunsun. Ona görə də İmam Sadiq Aleyhisselam gördü ki, əgər biz istəyiriksə Ali Muhammedin həqiqi ədalətli hökumətin qura və o davam eləsin, onda o yalnız və yalnız çoxlu, həddən artıq inkişaf eləmiş elmli, bilikli səhabələrin sayəsində ola bilər ki, onlar İslamın həqiqətlərini düşünsünlər, dərk eləsinlər. Və həmən dərk eləmiş insanlar eləyə bilərlər ki, neynəsinlər, həmən hökuməti saxlaya bilsinlər. Amma əgər qiyam elədiksə, 5 nəfər, 3 nəfər deyirlər, pak insanlar hakimiyyətə gəldi. O hakimiyyətə gəlməsə, o hakimiyyət qalmayacaq, davam eləməyəcək, dağılacaq. Əli Aleyhisselamın